Prezident yanında İnhisar və İstehlak bazarına nəzarət Dövlət Agentliyi Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan Kristal Bakı barəsində araşdırma aparır. Agentlikdən açıqlanan məlumata görə araşdırma çoxsaylı vətəndaş müraciətləri əsasında aparılır. Bildirilir ki, Kristal Bakı Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilən binalardakı mənzillərin təmiri ilə bağlı yayımlanan reklamların və həmin reklamlara uyğun təmir işlərinin aparılması ilə əlaqədar rəqabət qanunvericiliyin pozulması halları araşdırılacaq. Məlumat üçün qeyd edək ki, 19 mart 2020-ci ildə dövlət qeydiyyatına alınan Kristal Bakı Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 1 milyon manat təşkil edir. Cəmiyyətin qanuni təmsilçisi Dostum Aliyev İbrahim Cəfəroğludur. Açıqlanan son məlumata görə Kristal Bakı Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin yarısı Vəliyev Pərviz Ağalaroğluna məxsusdur. Pərviz Vəliyev Azəraqrar Tikinti Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, millət vəkili Ağalar Vəliyevin oğludur.